düz demədə bağırsaqda problem olsa əvvəlcə nə mütləq almagel A için ki onun üstünü yağlasın. Sızaklar olabilir, gastrit olabilir, bir şey olsun. Onun üstünü yağlasın. 6 adet limon götürürsünüz, onun qabığını soyursunuz. Ne için? O limonun qabığında metil spirti var. O görmeye pis təsir edə bilər. Yəni o qabığını soyulmalıdır, yeyilməməlidir. Onu ət maşınından keçirirsiniz, əməlli başlı onun mayesi tökülür bir qaba. Sonra 6 baş, demedim 6 diş, 6 baş sarımsağı ne edirsiniz? Onu da doğruyursunuz ve et maşından keçirirsiniz. Onu da ona karıştırırsınız. Üstə gələk 3 dəstə, 2-3 dəstə petruşka. Petruşka nədir adı Azərbaycan? Cəfəri. Cəfərini doğruyursunuz, onu da et maşından keçirib bunları karıştırırsınız. Möhkəm karıştırırsınız. Bir, demək olar ki, bu çox acı dadacaq. Onun acı dadmağından başqa buna yarım kilo, 300 gram, 200 gram yemək bacarmağından asılıdır. Bal qarışdırırsan və bunu 15 gün qaranlıqda və soyuqda, yəni harada xaladelnikin aşağı hissəsində saxlayırsan 15 gün.